Biri vardı, biri yoktu. Ağca adında güzel bir şahzadə vardı. Onun ögey anası olan kraliça çok zalim idi. O istemirdi ki kimse ondan güzel olsun. Bir gün kraliçe güzgüsüne bakıp soruştu. Güzgü ona dedi, kraliçem sen çok güzelsen ama Ağca senden de güzeldi. Bunu eşiden kraliçe qəzəbləndi ve Ağcanı meşede azdırmağı əmr etdi. Ağca meşədə tək qalmışdı. Bilmirdi ki, haraya getsin. Bu vaxt ona 7 cırtdanlar yaxınlaşdı. Onlar Ağcanı öz daxmalarına aldılar. Bir gün kraliçe yine de güzgüsünden soruştu. Güzgü ona yine cevap verdi. Kraliçe sen çok güzelsen ama Ağca senden daha güzeldir. Bu defa kraliçe daha da möhkəm qəzəbləndi ve küpə girən qarını çağırdı. Ağca almanı aldı, küpə girən qarı qayıtdı getdi və Ağca almanı yemək istəyən kimicə quşlar almanın zəhərli olduğunu bilib ona mane olmağa çalışdılar. Almanı yeməyə çalışdılar. Ancaq Ağca o almanı onlara vermədi. Özü yedi və yeyən kimicə də zəhərli almanın təsirindən şirin yuxuya getdi. Cırtdanlar gəlib gördülər ki, Ağca şirin yuxuya gedib. Onlar ona qızıldan yer ayırdılar və keşiyini çəkməyə başladılar. Bu vaxt daxmanın yanından bir şahzadə keçirdi. O, daxmaya daxil oldu və Ağcanın gözəlliyini görüb heyran qaldı. O, Ağcanın əlindən tutdu. Ağca hemen gözlerini açtı ve şirin yuxudan ayıldı. Şahzadə Ağcanın əlindən tutaraq xoşbəxt ömür sürməyə getdi. Amma onlar bir daha da kraliçanı görmədilər. Kraliça, Ağca, küpə girən qarı, keşikçilər, cırtdanlar, şahzadə.